Salam dostlar, necəsiz? Baxın, bunları çıxartıb tökmüşəm bütün hər şey ihinin içində olan istifadəyə lazım olmayan indilik. Bunlarda da məsələn bunda burada dostlar baxın, məsələn burada kakaşlar var idi toyuqların, cücələrin və yaxud onları çıxartdım, gördüm altında bitlər var, çox idi, mən də tulladım küçəyə. Bunları indi hazır yağış da yağır, dedim qalsın burada. Belki bitler gedər. Buradakı elə indici çıxartdım, 5 dəqiqə heç olmaz. Bunlar da təmizlənməlidir. Sonra bu peçdəki yiyəsinə verilməlidir. Turbanı çıxartdım, turba qalmır. Qalan turbalar hamısı öz yerində qaldı ki, çünki onları çıxartmaq çox da lazım deyil. Bu turba əyilib qalıb. O turba oradan çıxanda avtomatik olaraq o ağırlıq verib aşağı düşüb. Böyle kafadan var idi. Toyuqlara qaynar su verməyə falan. Onu da dama koydum. Lazım olacaq əlbət. Buraya baxın, nə qəşəng açıqlıq oldu. Açıldı əməlli başlı hin. Taxta maxta da qutardı artıq. Bir dənə bu qalıb. Yatdıqları yer. Aplikanı da keçən videoda dedim deyəsən. Tökmüşəm aplikanı. Elə də yumurta yoxdur bunlardan. Bu çubuqlar hardan gəlib bura? Bu hinin bir dənə çubuğu var. O da bu çubuqdur. Bunu demək ki, nə etmək lazımdır? Çəpərdən bayrağı tullamaq lazımdır, amma getmək fikri yoxdur. Yeri də biraz nəmişdi. Amma hin nəmişdi, çünki ördəklər böyüyüb deyə suyu çox qurdalayırlar. Balaca olanda təkcə içə bilirdilər, boyları çox çatmırdı. İndi su qalmır, suyu doldururam, dağıtıb dökürlər. Yerlər də yaşdır bütün. İndi əl arabanı baxım, sabah tapacağım, daha doğrusu indi sabah vaxtım olsa əl arabanı həm qazanı hini təmizləyəcəm. Yeşiyi var idi orada, bir dənə olmalıdır. Bunları çıxartacağım. Bir də ki, o göstərdiyim bitdi yeşiyi, baxım. Əhəng qalıbsa, bilmirəm, əhəng qalıbsa, əhəngsiz cəmonsuz bir şey yaramır, neysə. Bir də ki, bars bit dərmanından bir-iki dəfə sıxacağım, elə belə. Olsa bitdə tutarmaq bilmir, buna görə bitdi də olsa, yəni də qazanın hində o yatdıqları yerin göstərmişsə. Qazanın hinin üstündə görünmür. Neysə, qazanın hinin yuxarı tərəfində toyuqlar üçün yatmağa, bu qazlara baxsan, yatmağa yer var. Toyuqlar üçün əvvəl eləmişdim. Orada o göstərdiyim bitdi yeşiyi var idi, balaca. Onu istəyirəm oraya qoyum. Qapıda olsuz, çox vaxt açıq olur. Qazların toyuqlar bayra çıxdığı zaman, yəni hamısı bayra çıxanda qapısı açıq qalır. Buna görə deyirəm, toyuqlar orada bəlkə yumurtlayar. Qaranlıqdır ki, çox qaranlıq olur. Toyuqlar da təbii ki, qaranlıq yerləri çox sevir. Bunlar da bura öyrəşiblər. Ona görə istəyirəm orada bir dənə yuva qoyum. Toyuqların yarısı damda yatır, yarısı burada yatır. Cücələr də burada yatır. Neçəsi bura çıxıb? 3-ü, 6-sı. 6 sonra çıxıb, qalanlar yerdədir. Bir də çıxdı, 7. Əmim gelin bir toyuğu var idi, bu qara olan ortadakı bu. İstəmədilər dediyim, yəni dedilər ki, səndə qalsın. Mən də heç tərəddüd etmədən olsun dedim. Niyə də olmasın, şans qalib elmə. Onu da xoşlayıram elə ayağı tüklü toyuqları. Şans bir dəfə gəlib, əldən qaçırmaq istəmədim. Dedim ki, demədim, heç də səsimi çıxartmadım, qaldı o da. Bəlkə də elmə söz qarşı demişdim, o neysə. Söz bir dəfə çıxdı ağızdan. Xoruz toyuğu döyür. Bunlar yaman bir-birlərini döyməyə başlayıb. Xoruzlara baxırsan hələ. İşləri düşəndə yaxşıdır toyuqlara. İndi yumurtalanmır deyə, nə bilim, xoruz istəmirlər deyə indi
başlayıblar dövməyə. Başa şirin olur toyuq bunlar üçün. Han turbada başı bu tərəfdə qaldı. Bu hinin aşağısında baxım sabah sabah evdə olacaq. Sabah belki evde olacaq, ondan sonraki gün evde olan değiliz çünkü sınıfımız yani necə deyim, sınıf kollektivi sınıf rəhbəri ilə bir yerdə biz başqa yerə gedəcəyik gəzməyə daha doğrusu. Buna görə evdə olan deyiləm. Səhər 11-dən və yaxud 9 belə arası çıxmaq istəyir. 3-cü gündür bilmirəm müəllim nə icazə verəcəksə. Deyəsən Qusarın Çenli belinə gedəcəyik də bilmirəm. Buna görə evdə ola bilən deyiləm. Bəlkə sabah vaxtım olsa evdə olsam istəyirəm sabah təmizləyim. Yoxsa da qalacaq 4-cü günə, 5-ci günə və yaxud gələn həftənin bazar gününə, yoxsa bu həftənin bazar gününə. Əslində bu həftənin 6-cı günü gedəcəkdik. Amma ki havalar yaxşı olmadığını dedilər bir çoxu. Buna görə 3-cü gün yaxşıdır deyə bu həftədə təkcə 3-cü gün yaxşıdır. Buna görə 3-cü günü seçmişik daha doğrusu. İndi nə olacaqsa sabah daha qərarlaşdıracağıq. Neyse bunu sizə niyə dedim bilmirəm. Vaxt keçsin. Bu toyuq da yumurtlayacaq idi, sizə yalancı çıxdım. Təbii ki bu toyuqlarda belə paxıllıq, qısqanma kimi bir xasiyyət var. Biri yumurtlamayanda hamısı yumurtlamır, biri yumurtaya başlayanda hamısı başlayır. Gerek diğerleri başlasın ki o da başlasın yumurtaya. Bunlar kesildi, bu diğerlerde bu da kesildi. Kesilmedi, daha doğrusu başlamadı. Ama ki xoruzda yaxınlıq edib və yaxud nə bu göstərir ki toyuğun yumurtlayacağını göstərdi, amma ki təəssüf ki diğerləri kesildiği üçün bu da kesildi. İndi istəyirəm ki o toyuqla yumurtlasaq, orada bir kel xoruz var. Onunla birlikte bura ayırtmaq istəyirəm. Hinduşkaya baxın səni. Burada baxın dostlar belə. İçi çox da kiçik olmasa da, çox da böyük olmasa da belə normaldır içi. Bir cüt rahat sığışar. Saxlamaq olar burada. İndi qapı da yaxşıdır, pis deyil. Baxın möhkəmliyinə. Dibinə beton tökmüşdüm. Bu taxtanı da beton tökmüşdüm. Orada bir tane taxta var, orada beton tökmüşdüm. Sonra bu taxtanı divara çaxmışdım mismarla. Sonra bu üstten taxta aparmışdım. O taxtana, o beton töktüyüm taxtaya üstündən də vurmuşdum ki tərpənməsin, daha möhkəm oldu öyle. Burada tel qalmışdı. Teli də vurdum bura. Üstü açıq idi, hazır əlimdə olmuşkən vurdum. İndi həm istəyirəm ki o tədimdən çıxdı. Onları koyum bura. Hem de istəyirəm ki göyərçin tapsam göyərçin koyum. İndi deyirəm göyərçin tapsam göyərçin koyum. İçinə saxlayayım yani. Göyərçin tapmasam da ki toyuqları saxlayayım da yani. Toyuq saxlayayım içində. Hayır oldu mu? O baş düzeldi. İçeriden bakın. Bu şifrelerde biraz divar çəpdirmir nədir? Arxadan uşaq səsə gəlir, bunu aldırmayın. Nə qədər dedim, qanmadılar. Qəşc edirlər. Qonşunun tullasıdır. Bunlara görürsən bit düşüb.
bitdən necə mən qurtulum? Hər bir dərmanı etdim. Biri qığına başlayan bir dərman demişdi. Onu tapa bilmədim baytarlardan. Qarvaritdi, nəsə bir qəribə dua idi. Yadımda yoxdur indi. Tapa bilmədim onu. Sonra əhəng vurdum, əhəng bir şey yaramadı. Sonra tüstü yandı, yəni od yandırdım içəri, o da işə yaramadı. Bitlər cağ-bacaq sağ idi, yəni gəzirdilər. Çünki içəri qapqara tüstü zəhər içində idi. Yenə bitlər ölməmişdi. Nəfəs almaq olmurdu içəri, girmək olmurdu içəri. Görünmürdü, göz görmürdü. Hinin için görmək olmurdu. Ağappaq idi, qapqara idi. Hindən hələ də in çıxıb qutarmır. Baxın, torlar belə, necə göstərim. Torlar belə qaralıb qalıb hissdən. Divarlar rəngi tutulub. Baxın, qaralıb şeylər. Torlar. Torlar da bir tərəfdən yaxşı oldu, yandılar. Torlar. İndi qəribə gəlir bu hin, lap qədimi hinlərə oxşadı. Neçənci ildən qalıb elə bir. Bu limonda bir xasiyyət var. Bu toyuqların ayaqlarına vurur. İt qızı. Qorxusan üzlərinə vurmağa. Az. Hələ qaçıyorsun. Hələ görə gəldə danışaq sənə. Necə elə toyuğa şiddət. Niyə öz belə göstərirsən? Ay qız. Ay kaçma. Sənin 4 yaşın var. Yeki eşek boyda qızsan. Hələ də ağla gəlməmişsən. Onu bunu ayağına vura gəzirsən. Saçları yu arada. Saçları yu arada. Bu nədir? Yağ içində. Kəpək içsən 1 ton kəpək çıxar. Yağ içsən 2-3 litr yağ çıxar başından. Başını yu ay qız. Bu nə dırnaqlardır? Nə gündəsən sən? Palçıq içində ara bir yağışa çıx. Yağışda üstünü təmizlə. Bu hündüşqalara baxa sənə bir şey almayayım əlimə ye. Belə olur, sahibi nəyi göstərir? Cumhur itlər. Afçarkalar. Bunlar da elə bir şey almayayım əlimə cumacaqlar üstünə. Birkilərin çıxmaq şərti ilə. Çünki bəzəni gücü çatmır. Toyuğu dəli deyə, taxta deyə qışqırır. Bəs dilində. İndi mən bunları demişdim, dişi almaq istəyirəm ördəklərə. Ördəklərə istəyirəm ki, bir dənə dişi alın, biri var. 2 erkək, 2 dişi saxlamaq istəyirəm. Çox saxlamaq istəmirəm onsuz. Və bu tapsam pompon dişi almaq istəyirəm. Yəni kəkilli, başı papaqlı dişi. Və yaxud da ki, tapmasam onu ağ rəngdə. Pekin ördəyi, ağ. Adi Pekin ördəyi. Bunları heç bir tapamasam almaq istəmirəm. Bəlkə də alaram neysə. Məcbur olsam yəni. Məcbur olsam bəlkə alaram. Hava da diskinlidir. Az yağış yağır. İndi işıqını söndürüm. Qutardı da iş. Demiştim kərkiləyəcəm bu günləri iştilləri. Vaxtım olmadı, inanırsınız. Vaxtım olmadığı üçün qaldı. Şükür bunlar getdilər. Səsləri az gəlir, indi tam gelməyiblər. Hinin dalındadılar. Bəlkə də getməyiblər. Neysə. Gözləyin dostlar. Başlıq video deyirəməmişəm. Şəkil çəkim. Çünki sonra tapmaq çox çətin olur. Tapmaq dediyim, videonu saxlayıram, video dayanmır. Saxladığım anda gedir, əsəb oluram. İndi nə göstərim sizə görəsən? Bildim nə göstərəcəm. Bir də ki dostlar, istəyirəm ki bu qapıya, bu kilitdən əlavə buralardan və yaxud altlardan qalın məftil var. Onlardan belə yumru eləyib qıfıl taxmaq üçün getdilər uşaqlar.
Evdə tək qaldım. İndi gedim çatım onlara videonu çəkəndən sonra qıfıl qoymağı, yəni məsələn kimsə gəlir evə uşaqlardan açıb girir içəri, elə səbəb oluram. Toyuq gələn çıxartır bayra. İndi 2 saat olar salmaq. Nə göstərəcəkdim sizə? Baxın dostlar, çeyrək qızarmağa başlayıb. Bu da ki otdan kıl payı qurtulan çeyrəkdir. Neçə il əziyyət çəkib saxladığım çeyrək. Bu diğer çeyrəklər də qızarır. Bura kölgə deyə biraz gece olur. O proses. Baxın məsələn bu ağdır. Yaşıl görünür ekranda, ağdır. Baxın dostlar. Qızarmağa başlayıblar. Buradakilərini yığmışdıq dediyim 4-5 nə idi. Burada olur həmişə bu tərəf ayrıdır. Burada olur həmişə, bilmirəm kimsə yığırmı, quş mu yeyir. Tam qızaranacan qalmır da burada. Yoxa çıxır. Gilaslar da ki sağ olsun, yağışlar çatlaq eləyib. Yağışda dayanmaq fikri yoxdur. Bu həftədə bir gün deyəsən güneş olacaq da 3-cü gün qalan hər gün yağışdır. Burada kaha ekmişdim dostlar, yekə, yəni yekə diştil kimi gətirib. Onlardan bir dənə də olsun qalmadı, sağ olsun toyuqların sayəsində. Belə kökləri qalıb, oradan da bitən deyil məncə. Bitsə belə toyuqlar saxlayan deyil. Bu telefon məni çox əsəbiləyir. Yenə söndü. Neyse. Videonu da sonlandıracaqdım. İndi 2 saat olmaydı. Vaxt gözlə ki video birləşdirim. Neyse, sağ olun dostlar. Özünüzə yaxşı baxın. Bu videoda yeni Kapkutdan gələcək, Çapkutdan gələcək. Nə deyirsinizsə deyin. Özünüzə yaxşı baxın. Mən də gedim əmimgilə. Görüşərik. Gələn videolarda görüşənədək. Və bir dəqiqə kanala abunə like atmağı da unutmayın. Və bildirim tuşuna da basın. Hər yeni gələn videonu görə biləsiniz. Baxın dostlar, baş tabutu. Tabut nədir? Baş daşını belə qaraltmışam. Bəzilərində çox yanıb deyil, bəzi sözlər oxumaq olmur. Ana ördək, ölmə tarihi 05-16-2025. Bəzi sözlər. Orada səsi yazılıb, səsi nə? Tahtı kiçik olduğu üçün biraz qırıq düşüb sözlər. Bir uzaqdan çəkeyim. Bu gülü de bugünlere getirip koydum. Bir de ki 3 tane benövşe gülü getirmişim. Şimdi oraya banka koyacağım. Orada su koyup gül koymağa. Bu benim en sevdiğim veya yok en sevdiğim ve en çok yok. Bundan evvel en çok kalmıştı. En sevdiğim ördeğim idi. Kızım idi. Buna göre evvellerde olup ay vay tuful yapanka toyuğu parçaları. Bura hardan gelip çıktı bu? Bunları yığıştırdım, sonra bu otlar malı ineğe verilir. Yığılandı da ki yine ben yığmalı olacağım bu tükləri ki senin toyuğundu. Gel tüklerinden ne? İneğin boğazına gider, ne olar. Zəli qalmış, ne yiyibsə bunu aparıb başqa yerdə yeyə bilmir elə bir. Öldürmüşsən mənkisin, gətirmədi bizə də. Başqa yerdə apar öldür, meyitini çıxart da. Başırdı, boğazıdı. Pis oldum. Atım kolluğa. Neyse, mən də yollanım. Əmimgilə video söyləməyə yadımdan çıxdı. Başım qaçdı sizə. Çox qəşəng istəyir bu. Video çəkirəm, YouTube atıram, izləyənlər olur. Bəzi dostlar tapmışam özümə YouTube'dan.
Onlarla danışıram. Söhbət edirik. Bu bəziləri soruşur, nə qazanırsan bu YouTube'dan, nə kimi bir işe yarayırdı yani bu YouTube. Hiçbir şey kazanmıram hələ ki. İndi bilmirəm gələcəkdə eğer yeni çəksəm dəqiqən bəlkə qazana bilərəm. Onu deyə bilmirəm. Ola da bilər, olmaya da bilər. 50-50-yə. Bu YouTube'dan mən çoxlu özümə dostlar tapmışam. Dostlar qazanmışam. Və hər birinizə də təşəkkür edirəm ki, kədərimdə və sevincimdə yanımda olduğunuz üçün. Hər birinizə bir daha təşəkkür edirəm. Məni tək qoymadığınız üçün. Kanalımız da artıq pis deyil. 640'dır nədir? Hər gün ən azından 2-3 abunə olsa da artır. Artış var. Artmayıb deyil. Cəhənnəmə bir abunə də olsa artır heç olmasa. Gəldi Yemin Gülün bağına. Burada sizə göstərdiyim marinalar, börtgenlər, nə deyirsiniz? Nəsə ondan əkmişdim. Darvazanın qabağında, yanında, qapının yanında belə balaca bir yeri çardak kimi eləyib. Mənim gildə elə bir şey eləyib. Bunlarda da çox su tutubmu, tutmuyormu, heç bilməm. Qaxurur, qaxurmur. Salam. Buna görə kim? Bilmirəm. Hə? Yaxşı. Gəldi Yemin Gülün hinə. Toyuqlar yağın salıblar içəri. Kuma kimi bir şeydir bunlarda. Toyuqlar içəridədirmi? İçəridədirlər. Nəsə görünmür. Bunlarınkiler maşallah toyuqlar yumurtlayır. Maşallah size eksik eləməyin. Bunlarda nəzər salıb öldürməyin. Sağ olun dostlar. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik. Özünüzə yaxşı baxın. İkinci dəfə sağlaşıram ama neyse. Sağ olun.